Bugün sizə Dubayda qaldığım oteli göstərəcəm. Gəlirik. Burada fenimiz də var. Fen. Suyumuz öz yerində. İkisi də gəlir. Jacuzzimiz də var. Hər şey əladır. Qiymətinə görə çox yaxşıdır. Keçdik içəri. Qəşəng güzgümüz var. Tamam, salam. 2 nəfərlik yataq otağı. Çox qəşəng, yumşaqdır. Kofemizdə televizorumuz. Yenə güzgü. Balkonumuz da var əslində, amma balkona açmağa qoymurlar. Niyəsini bilmirik. Amma otaq çox qəşəngdir. Məncə Dubaya gələndə çox güman ki, çox adam Booking-dən alır. Yəni Booking-dən alanda diqqətli olun, çünki mən özüm də birincini Dubaydan aldım. Dubayın deyirə kəndi deyim, qəsəbəsi deyim, nə deyim. Getmişəm ora, oteli nə qədər axtarıram, otel yoxdur. Sən demək fake imiş, heç elə bir otel yox imiş. Bunu da handan hana tapdım. Şkafları da çox özündə möhtəşəmdir. Bunu neçəyə tapdım? Bunun ışığı da yanır. Bu otel neçəyə başa gəldi bizə? Nasıl? Bunlarımızı qoya bilərik. Oh my god. Şimdi Quran da var da. Bax, bu başqa məsələ. Bu otel 104 manata başa gəldi və 2 günlük 104 manat. Sizi Kürdamirdən salamlayıram. Kürdamir yox, Dubaydan. Kürdamirlə qarışdıra bilərəm, çünki çox dəhşət isti var. Yəni əslində mən bura gəlməmişdən əvvəl deyirdilər ki, özünlə günəş kremi apar. Deyirdim ki, yəni siz ciddi ola bilmərsiniz o qədər. Amma gəlib görürəm ki, həqiqətən çox dəhşət isti var. Amma isti bir kənara qoyanda belə gözəl mənzərə, hətta belə baxsan boy çatmır da, yəni ki, bu həqiqətən çox tarixi bir əsərdir. Əslində tək o deyil, yəni çox binalar elədir. Yəni sadəcə gəlib görmək lazımdır da, belə sözlə ifadə eləmək olmur. Bax, bir də ki, Dubayda ən diqqətimi çəkən məsələ budur ki, bax, bina görürsünüz da, dəhşət hündürlükdədir, mərtəbəsini saymağa vaxt lazımdır. Bax, yenə belə. Amma yanında bu quruluşda çox qəribə dizayndır. Belə binalar, bina deyil bu. Nədir, evdir də demək olar ki. Çox fərqli stildədirlər. Bu Ərəbistan deməyək, bu Ərəbistandan ayrılıb Birləşmiş Əmirliklər deyək də. Köhnə stilidir. Əslində aparacam sizi köhnə Dubaya. Orada əsl, yəni Dubay necə yaranıb, hardan gəlib, tam sıfırdandır da. Evlər tam belə, hər şey köhnə olduğu kimi. Yoxsa belə binalar orada yoxdur, Burj Khalifa kimi. Dünyanın ən böyük binasıdır bu arada. Əslində ən üst binasına çıxmağa istəyirdim. Yəni həyatda bir dəfə gəlirsən və çıxmalısan deyə düşünürəm. Amma çox təəssüf ki, çox bahadır. Həddindən artıq bahadır da, yəni. Ona görə onu eləsən, başqaları qalır. Bu səfərki gəlişimdə çıxmadım. İnşallah gələn səfərki gəlişimdə. Bu da ki, dünyanın ən böyük moludur. Dubai Mall. Yəqin ki, adını çox eşitmişsiniz. Belə çölündən çəkiliş eləyirəm. İçinə də girəcəm, içini də göstərəcəm sizə.
çox dəhşət böyükdür. Mərtəbəsi azdır. Mərtəbəsi səhv eləmirəmsə 3 ya da 4 mərtəbə olmalıdır. Amma uzunluğu dəhşət böyükdür. Yəni baxın, buradan başlayır, gedir bu binanın arxasına qədər. Yəni çox möhtəşəmdir. Burada da eşitmisiniz yəqin ki, fəvvarələr olur, su fəvvarələri. Amma bizim bəxtimizdən təmirə qapanır. Mən 2 gündə buradayam, yəqin ki, açlar. Axşam görünüşü çox qəşəng olur, özüm görmüşəm videolarda. Amma belə canlı mən heç özüm də görməmişəm. Ümid edirəm ki, düzəldərlər. Həm özüm görərəm canlı, həm də sizlə paylaşaram. Yəni o hissi bir yerdə yaşayaraq deyə ümid edirəm. Dünyanın ən böyük mollarından biri olan Dubai Moldayam. Gördüyünüz kimi bu sadəcə bəlkə də onun da bir hissəsindən biridir də. Çalışacağım bu mol haqqında sizə maraqlı məlumatlar verim. Bu mol 500.000 kvadratdır. Əslində 500.000 kvadrat deyirlər, amma bəzi mənbələrə görə 1 milyon kvadrat metr ərazisi var. İçində 1200-dən çox mağaza var. Amma içində 1200-dən çox mağaza varsa da hamısı geyimdir, hamısı brendlər. Gəl ki, acımsansa yemək tapa bilmirsən. Yeməyə heç nə yoxdur. Şəxsən bununla özüm yaşadım. Yəni bütün molu gəzdim, hər yerin, amma yemək tapa bilmədim. Nəysə bu ayrı mövzudur. İçində akvaryum, sualtı zoopark, yəni bir sözlə nə axtarsaz var da, ərəblər seçilmək üçün əllərindən gələn hər şeyi eləyiblər. Dubai Mall, daha doğrusu, ildə 100 milyondan çox ziyarətçi qəbul eləyir. Təsəvvür edin bu nə qədər insan deməkdir. Və bu il 2023-cü ildə 105 milyon ziyarətçi ilə dünyanın ən çox ziyarət edilən məkanı olub. Mərkəzdə 14 mindən çox avtomobil dayanacağı var. Ona görə parking arasında çəkməyəcəksiniz. Əgər maşınla gələsi olsanız da, yəni. Yəni əslində Bakıdakı mollardan çox da seçilmir. Amma gəl ki, yəni insanlar şişirdir də, ona görə gəlib görmək lazımdır məncə. Gəlib görməyə dəyər.